Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugün sizinlə qarışqa tort hazırlayacağım. Tortu istədiyiniz formada hazırlaya bilərsiniz. Qarışqanın hazırlanmasını paylaşacağım və dekor üçün belə kiçik biskotli peçenyası bişirdim. Bunun üçün bizə sadəcə qara şəkər xəmiri lazım olacaq. Qarışqa seçməyimin çox böyük bir səbəbi var. Qaynımın oğlu qarışqaları çox sevir. Soruşanda ki, sənin üçün nə düzəldim? Bibim, mən qarışqa sevirəm, qarışqaya uyğun dekoru olsun. Ona görə bu formanı seçdim. İstəsəniz qarışqaları kiçik forma hazırlayıb sayını çoxalda bilərsiniz. Ad günü çoxdan olub, videonu saxlamışdım hazırlanmasını. İndi vaxt oldu ki, paylaşım. Düzün desəm, Nisa ilə biraz videolara da ara vermişəm. Görürəm ki, kanalda da uzun zamandır çox video paylaşım eləyə bilmirəm. Amma sentyabr üçün və noyabr ayı üçün maketlər, əl işləri hazırlıqları davam eləyir. Sadəcə hal-hazırda videolarını yığıram. İnşallah ki, yaxın vaxtlarda paylaşacağam. Bizi izləməyə və kanalımıza dəstək olmağa davam eləyin.
ayaq hissələrdə çöp şişlərdən və yaxud diş çöplərindən istifadə edə bilərsiniz. Düzdür, tort ləvazimatı satılan mağazalarda bir belə deyək, maddə var ki, malçıpanın daha tez bərkiməsi üçündür. Mən onu istifadə eləmək istəmədim. Yəni zərəri çoxdur, məsləhət də deyil. Bugünlük bu qədər. Tortumuz tam hazırdır. Bunu Fərhan üçün hazırladım. Əsas odur ki, o çox bəyəndi. Bizi izləməyə davam eləyin. Hələlik.